Öz zolaqları qala-qala keçirlər, bizi sıxırlar, qoymurlar keçməyə. Yüksək təzyiqlə getdiyi anda saxlamaq olmur bu avtobusu. Taksi fəaliyyətinə məşğul olan insanlar gərək avtobus zolaqlardan yararlansın. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində məhz bu cür xüsusi hərəkət zolağı təşkil edilib ki, onların ümumi uzunluğu 112 kilometrə yaxındır və burada əsas məqsəd sərnişinlərin vaxtında maneəsiz mənzil başına çatdırılmasıdır və bu zolaqlar mərhələli şəkildə paytaxtın digər ərazilərində də təşkil edilir. Lakin digər nəqliyyat vasitələrinin bu zolağa daxil olması yaradılan mexanizmə ciddi təsir edir. Manə törədirlər. Məsələn, svetoforda ortada sarı o paxlava çəkilibdir. Gəlib onun üstündə dayanırlar, biz də məcburi gözləməli ləngiyirik ona görə. Buradan çıxacam, Puşkin küçəsində 2 dənə yer var orada. İkisində də eyni həmin şeydir svetoforda. Daha çox hansı yollarda, hansı küçələrdə bura halına rastlaşmışsınız? Çox küçələrdə, yəni o fərqi yoxdur. O Gəncə küçəsi, ya məsəl üçün 8 noyabr küçəsi. Görürsünüz, sol tərəfində yer məsafəsi var. Gəlir mənim zolağıma tərəf, bacardığı qədər məni sıxır elə bir ki, sağ zolağa da, sağ tərəfə. Yəni, riayət eləyən də var qanun qayda, eləməyən də var. Yəni, eləməyən daha çoxdur da, belə deyək. Qabağımıza, məsələn, manevrə yaradır. Digər nəqliyyat vasitələrinin bu zolaqlarda manevr etmək, geri dönmə və müxtəlif maneələrlə rastlaşdığı halda avtobuslar onlar üçün ayrılan zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar. Bu da tıxacı, eyni zamanda qəza riskini artırır. Belə sürücülər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülsə də, gün ərzində israrla avtomobil yolundan istifadə edənlər olur. Həmin sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə uyğun olaraq 2 cərimə balı və 100 manat məbləğində cərimə də nəzərdə tutulub. Bununla yanaşı paytaxtın müxtəlif yerlərində avtobus zolaqları olan ərazilərdə tərəfimizdən hazırda da tədbirlər həyata keçirilir, sürücülər saxlanılır, onlarla profilaktiki söhbətlər aparılır və etdikləri qayda pozuntularının avtobuslar üçün yaratdığı çətinliklər barəsində müəyyən söhbətlər aparılır. Mini avtomobillərin sürücüləri isə bu zolaqların çoxluğundan şikayətlənirlər. Xüsusilə də taksi sürücüləri sözü gedən zolağın onlar üçün sərfəli olmadığını iddia edirlər. Məsəl üçün, müştəri düşürülmə, mindirmə çətinliyi olur. Taksi fəaliyyəti göstərən çətinlik olur. Çox maneə yaradır. Taksi fəaliyyətinə məşğul olan insanlar gərək avtobus zolaqlardan yararlansın. Yəni ki, ora girəndə cərimələnməsinlər. Bəzi zolaqlar var ki, saat intervalı qoyulur. Həmin saat intervalından kənar daxil olanda da bəzi hallarda cərimə gəlir. Qeyd edək ki, xüsusi hərəkət zolaqlarından yalnız avtobuslar istifadə etmir. Bu yol həm də yanğına mühafizə, polis, təcili tibbi yardım, qəza xilas etmə bölmələri və digər operativ nəqliyyat vasitələrinin də istifadəsi üçün nəzərdə tutulub. Vüsal Arifsoy, Zahir Aşimov, Səbuy Sadiq, Telesər.